Sumqayıtda ahıl qadını öldürməkdə təqsirləndirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ajansız xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə Şərifov 18 il azadlıqdan məhrum edilib. İttiham materiallarına əsasən Şərifov Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yaşayan qonşusu 66 yaşlı Mehbarə İmanqulu qızı Ələkbərovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır. İstintaq sənədlərində qeyd olunur ki, hadisədən əvvəl Ələkbərovanın toyuqları qəfil tələf olub. Qadın quşların Şərifov tərəfindən zəhərləndiyini iddia edib və bu səbəbdən tərəflər arasında ciddi mübahisə yaranıb. Narkotik və spirtli içki asılılığı olan Mikayıl sərxoş vəziyyətdə Mehbarə Ələkbərova ilə mübahisə edib. Şərifov münaqişə vaxtı qadının əlindəki kərkini alaraq onun baş, sifət və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qətlə yetirib. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şərifov saxlanılaraq istintaqa təhvil verilib.